Bugün biz qeyri-hökumət təşkilatlarına qeyri-hökumət təşkilatlarına dəstək olan Dövlət Agentliyinin maliyyə dəstəyi ilə çəkdiyimiz filmi video çarxa ərsəyə gətirmişik. Bu gün onun təqdimatıdır. Bu təzədir. Bugün biz dövlət dəstəyi olan Agentliyin qeyri-hökumət təşkilatlarına qeyri-hökumət təşkilatlarına dəstək olan Dövlət Agentliyinin maliyyə dəstəyi ilə biz filmi zamanı aşan video çarxını ərsəyə gətirmişik. Bu gün onun ikinci təqdimatıdır. Lukoylun binasında, yəni vaxtilə Musa Nağıyev tikdirdiyi binada bu təqdimatı keçirilir. Filmdə millət vəkilləri Musa Nağıyevin tikdirdiyi, vaxtilə tikdirdiyi, onu deyilən xəstəxananın direktoru Boluxova və mənimlə bu yolda çıxmağımda şəhidlik edən Bahar xanım Qasımova, Yeganə xanım və qızım öz sözlərini deyirlər. Film ümumiyyətlə mənim 85 illiyimə və 35 illik Musa Nağıyev irsinin daşıyıcısı kimi gördüyüm işlərlə bağlı. Ben de düştüm abi. Ne yapsın? Bahar gel bak. Bir yerde. Bahar gel. Bu da aşağı bizim de şekiller. Новый его моя başörtüler. По московски, спасибо, огромное спасибо. Я хотела вас. Lukoylun baş qəhrəmanı. Lukoylun binasında, Lukoylun Azərbaycanın binasında sizi xoş gördük. Həmişələr sizi də bugünləri burada bu əhatədə bizi yığışmamızın bir səbəbi oldu ki, vaxtıyla Musa Nağıyev 1898 binası bu binalardan şah əsərinin İsmailiyyə olduğu kimi bir şah əsərində bu binası yeni Avrupa Birliği'ndə olan otel oldu, yeni mətəl oldu və bugünləri şah əsərinin əsas qəhrəmanı Rasim Məmmiyevasqa приветствую. Вице всех москвичей приветствую, всех москвичей Азербайджана приветствуем, да. И желаем вам успехов в дальнейшем, нефтяной компании, больших успехов, чего вы достигаете до сегодняшнего дня. Пакетами первую нашу приветствие пошлете, обязательно передадите. И мы рады, что вы сегодня здесь с нами. Фильм, который вы сегодня посмотрим, 23-минутный, он короткий, но очень полный моим творчеством. Вот я, как внучка одного сына, я решила отчитываться. Это своего типа отчет за 35-летие, что я сделала. Конечно, объемисто, очень объемисто. Но вкратце вы поймете, что что-то я для истории сделала. И там 10 моих книг читайте при всеми моих окружающих меня, все, кто их читали, эти книги. Погрузился в очень такое благородное дело, очень интересное. Муса Нагиев был очень великим меценатом, строил дома, больницы и всем своим делом, жизнью показывал, что богатство ценно не туда, как оно служит людям. Я хочу вам пожелать успеха. Спасибо большое. В вашем труде. Ну и всего самого доброго. Спасибо большое. С вашего позволения.
Filmə baxaq. Film baxaq. Это мое детство. Моя семья, мое детство. Это папа. Муж мой такой. Это я сказала. Yaşıma baxanda deyirəm ki, az eləmişim. Çünki mənim arzularım indi aşır-daşır, ideyalarım indi aşır-daşır. Yəni o vaxtda gənc ikən, uşaq ikən, sonra gəncləşəndə bizim ailədə bir şüar var idi. Çox eşidib, az danışmaq. Bu bizə kapitalist nəsli kimi örnək olmuşdu bu sözlər. Tariximizə çox böyük bir vergidir Dilarə xanım tərəfindən. O, Musa Nağıyevi yenidən diriltdi, tariximizdə yenidən onun yerini dərk etdi və Azərbaycan mediasında onu yenidən tanıtdı. Bu artıq bir fakt olaraq tək olub. Bu insan meydanda təkdir və tək də olub, bu yola tək çıxıb və hal-hazırda da tək davam etdirir. Və ölçülməz bir əməyi var bu yolda qoyduğu əmək. Və təbii ki, o səhnə arxasını mən gördüyümə görə o əməyin nə qədər dərin, nə qədər yüklü olduğunu çox gözəl bilirəm. Yəni, bu zəhmət heç bir şeylə ölçülməz mənim fikrimcə. 1992-ci ildə mən bu meydana atıldım. Məqalələr yazdım ki, mənim babam Ağa Musa Nağıyev görün kim olub, onu tanıtdırmağa başladım. Çünki həqiqətən onların hamısı susturulmuşdu, heç kəs tanınmırdı. Və mən bu yazdığım 10 kitabdan, çəkdiyim filmlər, Layihə rəhbərliyi filmlərdə göstərdim ki, Ağa Musa Nağıyev çox böyük işlər görüb, xeyriyyəçilik olub. Məktəb tikdirib, xəstəxanalar tikdirib, yığıncaq üçün binalar tikdirib və böyük xeyriyyəçiliklər göstərir. Tarix şəxsiyyətin taliyə edilən bir anlayış var. Çox sayda faydalı işlər görülmüş tarixdə insanlar var ki, onların irsini yaşadan, onu təqdim edən, onu memarlarda, hansısa sənətlərdə gündəmə gətirən insanlar olmayanda, onun o fəaliyyətinin də əsas detalları unudulmuş olur. Ağa Musa Nağıyev bu baxımdan çox şanslı bir şəxsiyyət olub. Ona görə ki, onun nəslinin davamçıları, onun gördüyü işlərin Azərbaycanın yeni nəslinə çatdırılması üçün hər cür fədakarlıq edirlər. Və fədakarlığın da başında Dilarə xanım gəlir. Dilarə xanım həm qeyri-hökumət təşkilatı formatında, həm də şəxsi təşəbbüsləri ilə onun Azərbaycanda həm arxitektura istiqamətində, həm Azərbaycan maarifçiliyinin inkişafında olan rolunu Azərbaycan cəmiyyətinə çatdırmağı bacarırdı. Nə xoşbəxt Ağa Musa Nağıyevə ki, və onun ailəsinin Dilarə xanım nə yaxşı ki oldu. Üzü nəslinə, şəcərəsi bir zamanda yaxşı mənada heyrətlənir. Ümumiyyətlə, Ağa Musa Nağıyev həmin dövr üçün əhəmiyyətli olan bir insan. Dilarə xanım onu elə qələmə alıb ki, sanki o tarixi bir də yaşayırsan və o dövrə bir də qayıdırsan və Ağa Musa Nağıyevin gözünün qarşısında adamın canlı portretini yaradır. Yəni, həqiqətən də bunu bu cür dilə gətirmək böyük bir uzun tədqiqat işinin nəticəsidir. Bütün kitablarım Ağa Musa Nağıyevə aiddir. Ona həsr edilib, onun fəaliyyətinə, onun tədqiqatçısına mən çevrilmişəm. Və o zaman o kitabın adını yazarkən mən özümdən xoşallandım ki, nə gözəl ad tapmışam. Həqiqətən xalq üçün özümə ərtmişdim, amma izi də qalmamışdı. Və bu izləri mən bir cür 35 il ərzində, yəni 50 yaşından bu işə başlamışım və bu izləri araşdırmağa başladım.
mühafizə binası həm də ölkənin problemlərinin müzakirə olunduğu, milli dəyərlərin formalaşdırdığı bir məkandır. Bu məkanı yalnız bir bina olaraq götürə bilməlidir. Akademiyanın binası, yaxud bir xəstəxana binası məşhurdur. Bu tür insanların sağlamlığına o zaman böyük ölkəyə yayılır. Vəba xəstəliyin qarşısının alınması, müxtəlif epidemiyaların qarşısının alınması üçün önəmli olur. Yəni, millətin bir nəslinin sağlamlıq probleminin çözülməsində bunların böyük əhəmiyyəti olur. Və Dilarə xanım da yazılan kitablarla, çıxışlarla, müraciətlərlə, haqqın tanınması uğrunda apardığı mübarizə ilə, hüquqi zəmində Ağamusa Nağıyevin irsinin doğru qiymətləndirilməsinə çalışması ilə beynəlxalq arenada ona aid ola biləcək müəyyən aktivistlərin Azərbaycan xalqı üçün aydınlaşdırılması baxımından kifayət qədər böyük işlər görür. Bu işlərlə dövlətimiz tərəfindən də yüksək qiymətləndirilir və cəmiyyətimiz tərəfindən də mənimdir ki, yüksək qiymətləndirilir. Çünki hər nəticə öz kökü haqqında, öz babası haqqında ola bilsin ki, ailə mühitində sevinç dolu danışa bilər, ürəkdən nələrsə ifadə edə bilər. Amma onun kitaba hər adam göstərmir, ya tənbəlliyindən, ya qabiliyyətindən, ya başqa amillərdən asılı olaraq. Amma Dilarə xanım bunu kitaba götürür, Dilarə xanım bunu sənətlərə götürür. Bugün bütün Azərbaycan insanı ölməkdə olan nəsil, bu da çox əhəmiyyətli bir məsələdir. Çünki bizim gələcəyimiz, bugünkü uşaqlarımız yeniyetmələrdir. Və bugün onların da arasında Nağıyev ismi tanınırsa və o insanın, o böyük insanın həyata keçirdiyi fəaliyyət bugün gənclərimiz arasında da populyardırsa, onlar da qiymətini verə bilirlərsə, düşünürəm ki, bu ilə Nağıyev xoşbəxtli idi. Eyni zamanda Dilarə xanım Nağıyevanın bu yöndə, bu istiqamətdə, bu amal uğrunda yorulmadan, usanmadan çalışmasının nəticəsidir. Ben bilirdim, o da çoktan bilirdim ki Ağamusa Nağıyev ikinci hayat yoldaşı olduğu Yelizavet'e görüldü, Can Korva. Ve ona əhəmiyyət verirdim. Sözün aşkının hakkında yazmışdım, kitablarımda da var idi. Onlar Liza da bilirdi, Amal da bilirdi Ağamusa Nağıyev. Əsrarı Yelizavet'di. O Ağamusa Nağıyev'den çok sonra, yani 1919. yılda Musa Nağıyev rəhmətə gedir. Öyleyse 25-26. illərdə qəbir çox pis vəziyyətdəydi, oldukça dağılacaq şəkildəydi. Və bunların son fəaliyyəti, son axarıncı fəaliyyətindən mən danışıram. Gözəl bir qəbrə nəzara çevirdi, qara mərmərlə yazılmış, ləqalı şəkildə üstünə qoydu. Yəni, belə işləri gördükcə, mən istəvanlaşılan görmən, məndə bu yüksəkliyi həmişə çox yüksək olurdu. Həmişə irəli baxmışam, neyəsə getməyə, neyəsə çatmağa olub meylim və bunu da etmişəm. Dilarə xanımın xeyriyyəçiliyi, səxavəti, parlaq zəkası və qürur verici təvazökarlığı bu günləri bizim gənclərimizdə çox böyük bir nümunədir. Dilarə xanım nəinki cəmiyyətdə, getdiyi hər bir yerdə öz görüşünü göstərir. O öz məsləhətlərini heç kimdən əsirgəmir. Bir böyük kimi o zəngin keçdiyi, zəngin həyat təcrübəsindən, iş təcrübəsindən hamıda görüşür, öz məsləhətlərini verir. Yenə təkrar edirəm, o nəinki maarifləndirici söhbətlər aparır, hətta maddi mənəvi də dəstək göstərir insanlara. Dilarə Nağıyeva yaşının bu vaxtında soruşduqda ki, gözəlliyinin sirri nədir, gənc qalmasının sirri nədir, belə cavab verir. Mən həyatı sevirəm, mən insanları sevirəm. Bax, o sevgi məndə həyatda yaşamağa fövq edir məni. Və bir şeydə bildiyi kimi, onu tanırım, lütf eylə. Mən ki, sevirəm səni. Sevgi aradığım üçün sevənlərdən etmədim. Dilarə xanım sevə bildiyi üçün o daim sevir.
mənim etdiklərimə dövlət də qiymət verir, Cənab Prezident mənə təqəllüd bəxşedir, ev verir, Mehriban xanım mənə qəbulunda olmuşam, çox gözəl qarşılayır, Mehriban xanım, yəni bunlar hamısı ondan irəli gəlir ki, mənim bütün fəaliyyətim, dinim, amalım, imanım, günüm, sahadım hamısı Ağa Musa Nağıyev oldu. Hətta mən yazıcı kimi özümə Ağa Musa təxəllüsünü götürməyimlə fəxr edirəm. Çünki mən nəyin öz arzularımı yerinə yetirdim, mən atamın ideyalarını həyata keçirdim, mən atamın eləmədiklərini, demədiklərini mən bu gün deyirəm, edirəm və həyata keçirirəm. Planlarım böyüdür, nə edirəmsə birim azdır. Nə göstərəm, deyirəm, gənclərə budur ki, etdiyinizlə, yaşadığınızla qəmi olmayın. Həmişə irəli baxmaq lazımdır, gələcəyə baxmaq lazımdır, amma xor baxmaq yox. Gözəl gözlərlə, xoş gözlərlə, xoş niyyətlə baxmaq lazımdır. İndi arzum odur ki, mənim övladlarım xoşbaxtdırlar, onlar da xoşbaxt olsunlar. Evimizdə obamızda istəyirəm azadlıq olsun, qələbə olsun, zəfəriniz olsun. Mən Cənab Prezidentə, Cənab İlham Əliyevə dəfələrlə müraciət eləmişəm ki, zəfərimiz mübarək, sizin çəkdiyiniz əziyyət, zəhmət bütün Azərbaycan üçündür, bütün dünya üçündür. Dünya miqyasında bizi tanışdırıbsa, bugün biz söz azadlığından istifadə edəcəksə, bugün mən Ağa Musa Nağıyevin acılarını, Tanrı Şəmsə Əsədullah, Murtuza Muxtarov adını çəkirəmsə, mən xoşbundan da xoşbaxt günlər olarmış. Çünki vaxtında atam deyirdi ki, öz bacım Rəylər Teks olmaz, deyirdi ki, mənim əlimdən tutub İsmailiyyə üstünü çəkidən keçəndə deyirdi ki, başını qaldırma, amma sağa bir vaxtının sağlığı girdiyindən İsmailiyyə binası mənim atam tikdirirdi. Xoşbaxtdan ona görə ki, 5 nəvəm var, 6 nəticəm var, onlarla qürur duyuram. Ona görə ki, bilirsiniz ki, yaşamaq şirin şeydir. Amma o yaşamağı necə yaşayırsan? Bu sualı hərə özünə verməlidir. Mən bu sualı verdim özümə. Hələ 1992-ci ildə baxmayaraq ki, dövlət qulluğunda işləyirdim. Sovet Vətəndaş Partiyasının üzvüydüm, hal-hazırda Azərbaycan Partiyasının üzvüyəm. Və bunlardan qorxmadım və getdim, irəli getdim. Mən elə bilirəm ki, həyatda ən uduşlu qadın varsa, onlardan birincisi də olmalı, amma ikincisi mənəm. Самую счастливую женщину я в конце я сказала. Yaradıcılığımı izləyənlərdir, mənimlə birgə nəfəs alanlardır. Hamınıza təşəkkür edirəm ki, bugün gəlmişsiniz. Bu filmi sizlər də gördünüz. Hərəniz bir pay aparıb, o payı bölgülərə çatdırınca yüzə çıxacaq. Mən də dünyanın xoşbaxtı mənə dünyada. Bizim deməli, Moskva nümayəndəmiz Lukovda, Rasim müəllim bizim biri pis bilir, ona görə həmişə Moskvada yaşayır, neft kampaniyasında çalışır, özü Balakəndəndir, baxmayaraq, amma ki, Azərbaycan özü bilmir. Ev yoxdur, dövrün tələbidir, bu da bir ziyanlıqdır, biz bunu başa düşürük və Rasim müəllim, за то, что вы сегодня приютили нас здесь, дали под зданием, особенно я и мой племянник Эльшан, и все благодарны вам, потому что действительно у вас работа кипящая, мы знаем, что сегодня Расим Мэлим, уезжая, улетает в Москву. Ради меня он оставил на вторую половину дня, но я думаю, что когда вам угодно, вы можете высказаться и удалиться, потому что путь вас ждет. Пожалуйста, выскажитесь. Мне очень приятно. Наши двери всегда открыты. Спасибо большое, большое. Спасибо. Это самое гостеприимность, это азербайджанлар, это азербайджанец настоящий, Фладмен. Если вы позволите, я хочу, значит, у нас Мишина Агабусына есть такие дипломы, у меня организация, у меня передная кашкалатлары, и она называется «Наша национальность». Я берегу и
распространяем наши национальные ценности. Мы уже перешли на другой язык, поэтому путаются. Вот. Я решила удивить Расим Меллина, потому что я знаю, что у вас немножко на такие вещи не очень обращают внимание в Москве, но мы любим отмечать. То есть обязательно, что вы сегодня были с нами, и что мы благодарны вам, опять я говорю, за создание и организацию проведения презентации фильма «Замана Ашан Ирс», посвященного исследованию внучки Агамуса Диляры Нагиевой, а также за поддержку национальных ценностей, проведенных в здании, построенном Агамусой Нагиевым, генеральный директор ЗАО «Лукойл Азербайджана» Расим Амиралиев награждается дипломом Агамуса Зельвеси. Подпись Диляры Нагиева. И со мной очень эти дни Расим Амиралиев держал большую связь, тесную связь. И сегодняшнюю встречу, могу сказать, что он со мной вместе организовал. Во главе вы, конечно, мы, значит, заместитель директора по работе государственными органами Раиль Агаев тоже награждается дипломом Агамуса. Ваши книги, все это ваше, пожалуйста. Это присутствует особенно. Я слушал позволение. Спасибо большое. Еще раз с днем рождения. Yolasa национальный. Да, спасибо. Пожалуйста, вам спасибо. Всегда добро. Спасибо. Gelip Счастливого пути. Легкой посадки. Хорошо, договорились. Lütfen pasaklı. Çok güzel alındı çünkü biraz bitirmiş adımı ki bugün adlayan, bugünlerde ben 15 yıl bundan önce olmuştum, çok oldum. 15 yıl biraz bunlar maslarında karar olmuştu, ona göre karar yok, sadece onlar özel işlerine meşgullar. Belə işlərə onları biraz kol baxırlar. Ama ben öz dediyimi axtaracağım, çatdıran adamam. Ona göre bunlardan biri de oldu ki yeni bilgilerim, yeniden bu kapılar benim yüzüme açıldı. Ve elbette ki heyecan beni içeri girenden bürüyür. Bilirsiniz ki ben çaşan diyorum ama çaşıram. Bugünlerinden istəyərdim ki yine deyim ki şadam ki sizlerlenim. Çünkü her biriniz vaxtınızı sərf edəmişsiniz, gəlmişsiniz. Bunun için sizlere çok sağ olun. Fazla ne isterim, siz resimlerin yeri tutasınız, özünüz de birinci çıkış ediyorsunuz. Simurg Asosiasiyasının sədri Fuad Məhəmməd, kulturolog, bilirsiniz ki, İdarəçilik Akademiyasında professordur, siyasətçi, binlərlə insanlara mədəniyyət ödədir. Birincisi, mən üzr istəyirəm, gülsüz gəlmişəm. Sizin ad gününüzdür, mən nəsə, başım biraz qarışıq. Gəlişiniz mən üçün gülsüz. Çox sağ olun. Gələcəm linç yeməyə, onu sizin təmək edirəm, inşallah. Mən doğrudan da sizə təşəkkür edirəm. Bugün çox gözəl gündür. Mən çox məmnuniyyətlə bu filma diqqətlə fikir verdim və çox sevindim. Həqiqətən. Ben diyerdim ki hele çok kısa filmdi. Yarın ki imkan olsaydı, vaxt olsaydı, siz bunu rahmetli Musa Nağıyev'in o xeyriçən, xeyrə yönəlmiş belə deyək, fəaliyyətini daha geniş göstərə bilərdiniz. Amma mən hər halda deyim ki, doğrudan da bu Musa Nağıyev çox Azərbaycan tarixində, mədəniyyətinin tarixində çox böyük hadisədir və böyük bir şəxsiyyət. Bizim mədəni irsimizdir. Bilirsiniz, təəssüf ki, bizdə indiyə qədər bir çox adam var. Mədəniyyət haqqında təsəvvürü düz deyil. Elə bilirlər ki, iqtisadiyyat basisdir, mədəniyyət üst qurumdur. Bu, köhnə Sovet dövründən qalmış bir qədər yanlış bir təsəvvür. Mədəniyyət tam sosial sistemdir. Və bu kişinin indi daha da böyük bir əhmiyyətli töhfəsi burada siz görə bilərsiniz. Bir düşünün, iqtisadiyyat nədir?
iqtisadiyyat insanın intellektual mədəniyyətinin nəticələrinin materiallaşmasıdır. Mədəniyyət isə insanın ağlı, qəlbi və əməyi nəticəsində yaranmışların hamısıdır. İnsanın bütün həyat fəaliyyəti sahələri biri-biri ilə üzvü bağlı olaraq və biri-birini dəstəkləyərək hamısı mədəniyyət. Romalılar o zaman deyirdi ki, kultura kontra natura. Natura təbiət deyədir. Təbiətdən əlavə nə varsa insan tərəfindən yaranmış, hamısı mədəniyyət. Özdə mədəniyyət başlayır, incəsənətdən yox. İncəsənətin də böyük rolu var. Mənim nənəm ilk rəssam qadın olub, Qeysər xanım Kaşıyeva. Əmim də Memarlar İttifaqının yaradan adam olub, 2 universitet tutarıb Almaniyada. Hamısı repressiya olunmuşdu, mən indi o vaxtda demək istəmirəm. Mədəniyyətin özü tam sosial sistemdir, elmdir, təhsildir, idarə etmədir, incəsənətdir, ədəbiyyatdır, həyat tərzi və həyatı təmin etmə sistemi, beynəlxalq münasibətlər, siyasətin özü, hər yerdə mədəniyyət yüksək səviyyədə olaraq intellektual və mənəvi mədəniyyətin qovşağı kimi əks olunur. Bax, bu böyük şəxsiyyətdə Musa Nağıyev, görürsünüz, hər ikisi vardır orada. O öz intellektini istifadə edərək çox gözəl bir fəaliyyət qurdu. Özdə fəaliyyətini yönəlib Azərbaycanın, Azərbaycan xalqının, Azərbaycan dövlətinin, o vaxtı dövlət müstəqil deyildi, xalqın inkişafına görün nə qədər gözəl, biri-birindən gözəl. Belə bilirsiniz, adam nətərdir, mən söz tapa bilmirəm, nə qədər gözəl binalar qoyub gedib. Özdəki tək evlər tikməyib, xəstəxanalar tikib, otellər tikib. Yəni, hər tərəfli görürsünüz, hər şey nəzərdə alır. Deməli, bunun, o mədəniyyətin 2 qanadı var. Biri əqli mədəniyyətdir, biri mənəvi mədəniyyətdir. Bu gözəl xanım da onun bir nümayəndəsidir. Musa Nağıyev də hər 2 qanad qovşaqda tarazlaşdırılmış formada inkişaf edərək onu seçdiyi məqsədlərə doğru aparıb çox gözəl nəticələr verir. Həm öz ağlını işlədərək gözəl abidələr qoyub, memarlıq abidələri. O zaman üçün ən gözəl, indiyə qədər onlar öz əhmiyyətini itirməyib və həmişə inşallah qalacaq. Digər tərəfdən öz insanlığını göstərir, xalqına məhəbbəti göstərir, vətənpərvərliyini göstərir. Allah ona rəhmət eləsin. Mən şadam ki, mən də bu Azərbaycanda yaşayan Azərbaycanlıyam ki, bizim belə o cümlədən Musa Nağıyev kimi gözəl şəxsiyyətlərimiz olub, var və inşallah olacaq. Və mən təşəkkürümü bildirmək istəyirəm bizim əziz, hörmətli Dilara xanıma ki, o babasının irsini bu cürə qoruyub, saxlayır və bütün dünyaya, tək Azərbaycanda yox, yayır. Mən sizə təşəkkür edirəm ürəkdən, sizi təbrik edirəm. Oturarım onu. Təşəkkür edirəm. Var olun, təbrik edirəm. Həmişə gözəl danışır ki, sizin saatlarla qulaq asmaq var. Çox sağ olun. Əlbəttə ki, burada iştirak edənlər hamısı söz qeyirlərdir, hamısı danışmaq istəyir. Kimə söz verilsə, çox xahiş edirəm, qısa və mənalı danışacağını mən əminəm. Sadəcə biraz qısa olsun ki, hamımız heç kəs məndən inciməsin, küsməsin. Onsuz da küsəndirirsiniz, yəni birdən gülüşümlə hamımız barışdırırıq. Fuad mənim qeyd etdiyi kimi, bu 23 dəqiqəlik video çaxda əlbəttə ki, mən 98 il haqqında danışa bilmərdim. Sıralanmış bu kitablarımda hissə danışmışam, hamını oxuculara, tamaşaçılara ki, 7-ci filmdir, çatdırmışam və düşünürəm ki, əgər mənim 9 yaşında nəvəm olanda, 9 yaşında mənim qonaqlıqda dedilər ki, Dilara xanıma söz verir, dedim, eləmə söz verməyim, dedim, Qərbala, nöş vermirsən sözü mənə gedir danışmaq üçün, dedim, nənəm Musa Nağıyevdən danışdı, 9 yaşında uşaq artıq bilirdi ki, ancaq mənim almalım, dinim,
etimadım, etiqadım ancaq Musa Nağıyev. İnanın ki, səhərini onunla açılan uşaqlar da yadından çıxır, hər şey yadından çıxır. Çünki mən bu yolda tələsirəm ki, xalqın bilmədiklərini, məsəl üçün, bugün necəsi çoxsu bu vətənləri bilmirdilər ki, bu qolun, Azərbaycanın bu qolun şirkəti, bu nəhəng bina, 7 mərtəbəli bina Musa Nağıyevdir. Bir sirdə açın ki, liftin olmadığı bir bölümdə 1913-cü ildə burada lift olub, 4 dənə lift olub. Parava atakleniya olub, parla, istilik. Yəni, bunlar hamısı ancaq arxitektordur, bunlar hamısı pula vəsaitə bağlıdır və Ağa Musa Nağıyev, o bəzi insanlar yenə də ağızlarını açarlar, deyirlər ki, xəsis olub. Bəli, xəsis Ağa Musa yenə binalar tikib. Şalmayan Günbayınca tikib, Omuda Günbayınca xəstəxana tikib, Siman şkolundur, Sabuncuda Poliklinikanın binası idi, keçmiş xəstəxana olubdur. Yəni, bu ancaq poçt binası, texnologiyalar nazirliyi olubdur. Azərbaycan diasporası onun binasıdır. Məhkəmə ekspertizası onun binasıdır. Ağır cinayətlər binası, məhkəməsi onun binasıdır. Diaspora onun binasıdır. Üns teatrı onun binasıdır. Sokar onundur, Bukoy onundur. Mən sağalmaqla yenə başlasam, gerək sizi 3 gün işləyəcəm burada danışam, tarixi danışam. Amma bir il və Agah olun ki, 98 binasından ən gözəllərini, bəlkə birincisi də olmasa, 3-cü, 4-cü Bukoy yerimiz var. Və bir də istədiyim, məhkəmə ekspertizasının qabağından keçəndə zabitlər eləyin, məhkəmə ekspertizası olduğuna baxır, hamısı olundur. Məhkəmə ekspertizası başınızı qaldırırız, eyvanlara baxarsınız. Bütün eyvanlar Musa Nağıyev imsallarını edəlir. Gün o gün olsun ki, bu tarix bitəndən sonra mənim tarixim başlarında görünür, yenidə yazılacaq, Nağıyevə Dilara yazılacaq. Çox istəyərdim ki, bir balaca bənd bizim, bu yaxında biz Askefin yolu ilə, yəni Sona xanım bizi rəhbərliyi elədi, biz Türkiyəyə getdik. Türkiyədə bir həftə oldu, qızım da oradaydı, yaxınlarımız oradaydı. Çox böyük həzz aldı Sona xanım. Sizdən həmişəki jurnalistdir, Sona xanım neft şirkətində işləyir, neft şirkətində işləyənlərdə mənim 2 dərd hörmətim var, orada Sabirdə orada işləyir. Ona görə ki, neft mənim babamın qazlığı quyudan çıxıb, ilk olaraq o su üçün qazlayıb quyunu, oradan neft çıxıb və onun bəxti fantanı olur, neft fantanı şöyle bəxti olur. Və bu gün Saymir oğlumuz orada işləyir, mənim oğlum ardında şimdi Sona xanım orada işləyir. Amma baxmayaraq elə Sona xanım dinləyib o dərman qazandı. Bir də görsün ki, bizi haralara aparır, Türkiyə, Malaysiya və s. İnşallah yenə hazırlaşırıq getməyə. Nə çox istəyirəm ki, Samir bir Çanaqqaldan bir qüvvət bizim işləsin. Biraz cəmaat iştirakçılıq biraz feziyalı olsunlar. Mədəniyyətdən Fuad Məhmədi də gözəl danışdı. Mənimlə gəldi, vidalanmışsınız. İndi də sizinlə vidalanır. Buyurun. Hər birinizə çox təşəkkür edirəm. Doğrudan da gözəl tədbir keçirildi. Bu gözəl tədbirin iştirakında iştirak etməyə mənim üçün çox böyük bir şərəfdir. Nə deyəcəyimi bilmirəm, ona görə bir qısa bir sahne Yaxşı olar. Çanakkale içində aynalı çarşı, Çanakkale içində aynalı çarşı, ana mən gidiyorum düşmana karşı, oy gençliğim eyvah, ana ben gidiyorum düşmana karşı, ah gençliğim.
Bura baxın. Mən 5 dəqiqədə buraxmırdı. Siz buraxmadınız. Gözdən buraxmırdı məni. Ümumiyyətlə qadın vurğunu olub. Həmişə şeirlərində də bu var. Amma axır vaxtlarda bizim pokoleniyanı daha çox istəyir. Təşəkkür edirəm. Amma bana sağlıqlı axır dağını düşünür. Bu kişilər təsir edir ki, doğrular sonra Baxçılar məktəbə sonra müəyyən ixtisas sahibi olurlar. Amma onların anadan gəlmə bir ixtisası var. Qadınları sevmək. Bu Allah'ın fakültesidir. Üniversitede zaten böyle fakülte yoktur. Ve bu gerek kanunda canında var. Sevmeyen şey çok zor, bir gram zor istemese çat verir, çat verir. Həqiqi məhəbbət elə. Həqiqi zaten biraz da çətinməsə də qara ikradır, həqiqi məhəbbət deyil, tapılır. Deməli, mən düz bir aydan yuxarıda elə Dilarə xanımı tərifləməklə məşğulam. Özdə xoşdur və canına sarı yağ kimi yağır. Hamı kimi, tərifi kimi xoş tapılar. Və bir dəfə mənim üçün bir sürpriz elədi. Dilarə xanım həm də sürprizləri sevəməyəmizdir. Mazən vurdu. Bəlkə burada kimsə onu eşitib. Bir seyrəm, bəs 3-4 xanım var. Bunlar səni sevirlər. Yaradıcılığı da. Bu yaradıcılığı sevmək öyle sevmək. Əslində, elə də öyle. Çünki hamı özünü yazır, özünü ifade edir. Mən çox xoşuma gördüm. Mən dəvət edir. Nəsiminin heykəlinin arxasında bir restoran var, Dəfnə. Burada bir ABD'liyə xanımlarla bir görüş olsun da. Elə də öyle. Dilarə xanım da mən çox istəyirəm. Həm gözəldir, həm fədəkardır, həm əsl Azərbaycanlı xanımdır. Həm də ümumiyyətcə nə isə ona quşum bu olur. Bunu çox istəyirəm. Dedim gələrəm. Getdim gördüm fazla. Getdim gördüm 30-35 qadındır. Mən də hesabdan zəif olsam, 5-6 ilə 30-35'in fərqini bilirlər. Neyse, möhtəşəm bir görüş oldu. Təsəvvür edin, 35 qadın təkmə. Allah düşmənimə də göstərməsin, amma dostlarıma göstərsin, elə o yaşda. Seyran mənim şeir deyil. Seyran mənim şeir yox, bir şey yox. Filmi deyil, xoşumuza gəlir. Film keçən dəfə demişəm. Deyəndə düz bir ayda tərif edirəm. Film əlbəttə xoşuma gəldi, amma məndə bir ideya doğuldu ki. Bəlkə bir cürə baxarsın buna. Mən herhalde yazıb orada da mənimdir. Deməli, məndən olsa Fuad Məmmədov'da bir 98 seriyalıq film çəkmək var. Çox orijinal. Sən 98 nətər olur? Sənin baban 98 bina tikir. Bizim qeyrətimiz yoxdur 98 seriyalıq film çəkmək. Öz aramızdır. Bina tikmək aslında. Elə bax, bu birinci mərtəbə 90 seriyalıq indiki filmlərin 900-ünədir. Elə böyük. Və təklif verirəm ki, ideya müəllif kimi. Bu film çəkilsə ideya müəllif kimi də mənim adım. İnşallah, inşallah. Yox, bədii film. İdeyanı deməmişəm, boşsan. İdəniyə qırsan da, öyrənmişsən. Deməli, o 98 Fuad Göy necə deyirlər? Sən də dəstəkləyirsən, orada indi gəldi. 98 binanın hamısını çəkmək, göstərmək və yarım dəqiqə orada kim oturur, o bina nə ilə məşğul. Və kim var? Nətər fikir? Fikir var. Maraqlı. Çox maraqlı və maraqlı. Sırada kataloq işləyirəm, kataloq buraxacağım. Bütün bir 50'ye yaxın onun binası. Xaricdə belə oğullar üçün elə gözəl bədii filmlər çəkirlər. Sənətkarlar haqqında Fuad da baxıb yəqin nəmin o. Bəstəkarlar haqqında da bizdə çəkirlər zarifot. Şəxsiyyətlər haqqında. Şəxsiyyət. Bunun xalqa məlum olmayanlar. Dilarə xanım, mən teşekkür ederim. Bir yandan. Şirin istəyirəm. Şirin də valla mən ədəbiyyata
gözəl şair kimi gəlmişəm. Düz 50 ildir şair deyiləm, amma 2 şeir yazmışıq. Özü popülərdir o vaxt. Deməli, bir sevgi şeir olur, istəyirsiniz. Kəndçilər nə dər sevir, kənd sevgisiniz. Gedər? Gedər əlbəttə. İstedadlı gözəl şairimiz nədirsə bizim üçün gözəldir. Kənd uşaqları biraz teyci gəlirlər. Çünki gün başına, ayağı da torpaqda. Məsələn, mən kənd uşaqıyam, Fuad sən şəhər uşaqsın. Bu nə tərk üzərəmlər ki, asfaltın üstə üzərmək çəkildə. Bu məndən 5-6 sonra üzərir. Yəni, belə deyil. Bir sevirəm, adlı olaq şeir yazmışdım, onu oxuyacaq sizə. 14 yaşın ən təmiz sevgiyə qoymuş. Ay günəşlə yatmır, günəşlə olanan qız. Dilim topu vuranda qarşımda dayanan qız. Səni ən çox sevdiyim bu həyatı sevirəm. Köksür milyon ulduzlu, kəhkəşanlı, günəşli kainatı sevirəm. Qəlbimdə qərar tutan o həzin diləkləri, tellərini yarayan o həzin küləkləri, səninlə birgə gəzən, deyib gülən qızları, evozun tuşundan sonsuz göylərdə yanan o parlaq ulduzları, xəzən vaxtı baxşanda yerə bir tökülən yarpaqları sevirəm. Sənin könül verdiyin, can dərmanı edirəm, torpaqları sevirəm. Qəlbinə həmdəm olan sirdaşını sevirəm. O dədəni, nənəni, qardaşını sevirəm. Görürsən gözəl qız, neçənizi sevirəm. O daşlı, o kəsəkli küçənizi sevirəm. Evinizin başına mənim kimi dolanan bağını da sevirəm. Keçəni baxşanızda, məni dilin tək sancam ağrında sevirəm. Qonşunuzda yaşayan, o sifəti qırışmış, o dişləri tökülmüş qarını da sevirəm. Hərdən məni duymuyur, gözümə düz baxmayan gözümü də sevirəm. Laf mənə acı gəlir, ürəyimə od vurar, sözünü də sevirəm. Məndən üçün, ay qız, yeri gəlir deyəcəm, elə özümü də sevirəm, özümü də sevirəm. Bravo. Məclisimizdə hamı, əzizlərimdir, hamı yaxınlarımdır. Bugün yenə görəm, hər dəfə sizlərlə görüşməyi üçün çox xoşdur. Sözü icazənizlə istəyərdim, Slavyan Universitetinin professoru, görkəmli jurnalistimiz, bilikli, savadlı, mədəni Şəlalə xanım söz verir. Buyur Şəlalə xanım. Çox sağ olun. Film haqqında Şəlalə xanım çox istəyərdim, film haqqında da siz öz fikrinizi deyəsiniz və sonra mənə tərifləyirsiniz. Məsələləri gördük, məsələn, Güzəlliyi üstünü gördük, başqa ocaqları gördük və bir daha filmə baxdınca mən düşünürdüm ki, bizim həyatımızı təşkil edən ritmdir və ağımıza nağlayıb o el kişisinin, xalq kişisinin yaratdığı bu 98 bina bizim gözəl şəhərimizin ritmini yaradır. Və bu küçələrdə biz o binaların nəfəsini hiss edirik və o bizim şəhərimizin xüsusi aurasını yaradır. Məndə elə bir təəssürat yarandı və düşünürəm ki, buna razılaşarsınız və filmə baxdımca mən böyük heyranlıqla sizin haqqınızda düşünürdüm. Nə bizə olan məhəbbətin sonsuzluğunu bilirsiniz, çünki bizi birləşdirən dünyalar və dəyərlər çoxdur. Amma filmə baxdınca mən fikirləşirdim ki, hər kəsin öz xoşbəxtlik meyarı var və Dilarə xanım cəmiyyətə bunu sirayət edir ki, yaradıcılıq, ənənəçilik, tarixi yaşatmaq bu özü bir xoşbəxtlik meyarıdır. Başqa nəsillər də bunu bacarsınlar. Belə bir fikir var ki, insanlar nə qeydini unuda bilər, insanlar nə etdiyini unuda bilər, amma insanlar onlara bağışlayan emosiyanı unutmurlar. Siz bizə emosiya verirsiniz. Bu əbədilik emosiyasını, bu yaradıcı tükənməzlik emosiyasını və onu biz burada gördük. Maşallah deyirəm sizə, mən baş əyirəm sizin bu əzmikarlığınız qarşısında
Və onu da demək istəyirəm ki, qeyrətin müxtəlif növləri var. Bizi ziyalılar kimi qeyrət milləti meyarı çox düşündürür. Və onu demək istəyirəm ki, Ağamsa Nağıyev da millətçilik qeyrəti güclüydür. Və nə gözəl ki, siz xanım olaraq onu ondan miras kimi aldınız və sizdə də bu millətçilik qeyrəti var. Məhz buna insanlara xanım, var olasınız. Yüzlükünüzdə görüşərsiniz. Təşəkkür edirəm Şəbaba xanım. Necə prezidentimizin yanında çıxış eləmişdiniz, bax o çıxışdan mənə kim verirsiniz? Təşəkkür edirəm. İqtisad Universitetində də görüşdə Ədalət müəllimimizin görüşümüzü təşkil edilmişdi. Şəbaba xanım burada da iştirak edəndə gözəl fikirlərini söylədi. Və bu yolu düşünürəm ki, bu film mənim həyatımdır, bu film mənim yaradıcılığımın bir damlasıdır. Əlbəttə ki, 23 dəqiqəlik video çartda hər şeyi göstərmək olmur, amma mən də gəl ki, xalqıma olan sevgini, yəni mən əgər Ağamsa Nağıyevin binalarından danışıramsa, deməli mənim xalqıma sevgim var. Bu sevgimi də mən ekran vasitəsilə sizlərə çatdırmışamsa, nə xoş mənim üçün. Sözü verək, Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar xanıma biraz bizim xoş davamızda, iki kəlmədir, xoş davamızdan ancaq iki kəlmə. Yəni biz davam edirik, xoş davamız. Etdikləri xeyriyyəçilikləri və binalarını gələcək nəslə tanıtdırmaq üçün nə qədər siz əzmlə çalışdığınızı, o arxivlərdə, o tozun içində, tozları içində olan sənədləri araşdırıb, onları üzə çıxardıb və gələcək nəslə ötürürsünüz. Bunların hamısını mən şahid olmuşam və bir daha sizə təşəkkür edirəm. Mən hər yerdə demişəm, yenə deyirəm ki, sən çox gözəl tanırsan məndən sonra, amma ki, ağlayanda çox gözəl deyirsən. Bahar xanımın əlbəttə sağ əlim mənəm. Bir də 3 dənə müavini var cəmiyyətdə. Baxın, hər yerdən mən də qaynandaman kimi. Biri də mənəm, biri Gülbahar xanımdır, bu yıl xəstədir, gələ bilir. Vəfa xanım buradadır. Vəfa xanımın söz verək. Həm psixolog kimi, həm də ki, cəmiyyətimizin gülü kimi danışsın. Bura gəl, söz verin. Salam verirəm. Dilara xanım Azərbaycan gençliyinə kökünü sevməyə öyrədən xanımlardır. Bugün Dilara xanım Azərbaycan gənclərinin tarixi təkrar sevməyə öyrədən qadınlar. Dilara xanım, siz də filmdə söylədiniz ki, mən şanslı qadınlardan biri ola bilərəm. Amma düşünürəm ki, siz o şanslı qadınlarda belə birincisiniz. Və sizin babanız o şanslı milyonçulardan biridir ki, bu da Ağamsa Nağıyev haqqında o qədər filmlər, kitablar nəşr edirsiniz və getdiyimiz hər bir yerdə Ağamsa Nağıyev hissini insanlara çatdırsınız. Orada olsa, yasda olsa, ad günü də olsa, sadəcə yığışıb 2 nəfər çörək yesək də, demək siz kökünüzə, hissinizə dəyər verən şəxslərsiniz. Məsələn, biz Ziraatun Tağıyev, yəni bu milyonçulardan daha çox zamanında tanınmışlardan olmuş. Amma siz Ağamsa Nağıyevi bu qədər sevdirdiniz ki, mən artıq bu Ziraatun Tağıyevi kənara qoyub, onu sevməyə başlamışam. Niyə? Sizin bir ifadəniz mənim həyatımı dəyişdi. Düzdür, Ağamsa Nağıyevin yazılı o zaman bilmirik. Söylədiniz ki, Ağamsa Nağıyevə hər zaman simic söyləyirlər. Yəni, çoxlu xərclənməyən kimi xəsis. Və onun bir ifadəsini işlədiniz ki, pulu qazanmaq asandır, onu xərcləmək çətindir, onu xərcləmək bir istedaddır. Və mən onu duyduğum gündən mən o məsələni beynimizə o qədər fırladım ki, və o ifadədən sonra daha çox uğurlara imza atdım. Yəni, gələn maliyyəni düzgün xərcləməyə öyrədim. Mən sizə buna görə təşəkkür edirəm və siz bizim üçün Azərbaycan həm orada, hətta deyərəm ki, yaşlı nəsil üçün bir nümunəsi, biz sizdə pozitiv enerjanlıq, sizi görəndə həyatımız dəyişir və biz sizin mavi ekranlarımızda, cəmiyyətimizdə, adicə bir tədbirimizdə görəndə mən həmin gün çox yüksək məhdəliyyət olurum. Və sizə can sağlıqlar istəyər, 100 yaşamaqda var sizin yüzünüzdə. Sizə daha çox uğurlar istəyirəm. Sağ olun. Yola atılanda mən dedim ki, babamın adını, Batman itmiş
unudulmuş adını yeniləşdirir və belə elədim ki, həqiqətən bu günləri pul qazanmaq yedi, onu əldə saxlamaq bacarır, ondan düzgün istifadə edilir, istedad tələb edir. Bax, bu üç məqam Ağamusa Nağıyevin cəmləşir və vücudunda cəmləşdi və qazandığı pulu israfçılıq eləmədi. Hərdən deyilməsə, Seyran mənim də mənimdir ki, babam 3 manat atmışdı tablosu. O yadda qalın, amma o dərin məna daşıyır. Yəni, o 100 manatı mənə verən yerdə, Ağamusa Nağıyev 3 manat atan yerdə. O da bir mədəniyyətdir. Sağ olun, canım, gördünüz. Mədəniyyətə bağlıdır. Amma Fuad mənim, bu böyük dərin məna daşıyır ki, yəni sən pul görmürsən, gözünü açırsan, milyon görürsən. Mən gözümü açıb satan adamın qəpik kuruş qazandığını görmüşəm. Ona görə pulun qədrini bilir. Pulun da qədrini biləndə, onu qənaətlə işlədəndə, əlbəttə belə binalara tikdirmək var. Nerede yer lazım, günü almış onu ruhuna. Filmdə Elizabeth Grigoriyevna'nın qəbrini gördünüz. Onu Solmaz xanım, mənim bacımda orada, Elşan burada neft və kimya institutu tanıdı, gözəl oğlandı, gözəl insandı, gözəl ailə başçısıdır, nəvəsi var, bir qızı var, Allah saxlasın. Elizabeth xanım qəbrini o mənə göstərdi, o taxtı. 20 il olar, 15 il olar bundan qabaq qalmışdım. Rasim mənim ki, onu bildirsən, onda görə özünü danışacağım, qalırım. Deməli, qəbri göstərdi mənə, mənim qəbri çox pis vəziyyətdə idi. Göstərdilər onu, mən dayanmışdım yanında. Yəni, Musa Nağıyevdən sonra o həyat yoldaşı olur. Onun tarixi böyüdüyü, istəmirəm onun haqqında bu günləri açıqlama verir. Amma ən əsası odur ki, 56 ildən sonra bir xeyriyyəçi tapıldı. Məndən dedi ki, istəyirsən mən o qəbri düzəldim sən üçün, Elizabeth'ın qəbri. Dedim, Elizabeth'ın qəbri niyə? Bu, mən Musa Nağıyevin birinci həyatında, mən mənim qəbrini tapılım. Dedi, o nesiyədir, bu nədir? Və razılıq verdim əlbəttə. Bu da bir sualdır, bu da bir... Mən də özüm də həcvanım var, həcdə olmuşam, özü mənə həcə cənab prezident göndərib, mən üçün 3 qat, 4 qatlı həclikdir. Ona görə mən dedim, bir sual qazanmaq mümkün nəzərincə və Elşan'ın da arzusu oldu ki, xala, bu oğlanı biraz bunu da baba xala və gözəl bir imarət, Azərbaycan imarət, gözəl bir xeyriyyəçi tapıldı. Onun ata-babası da, atası da, hamısı xeyriyyəçi olub. Yenidən çox şey yazılırdı və yuxularımda onu inanın, bunu mənə danışanda mən inanıram, çünki bu sınav evlərim yuxuma gəlir. Mənə telefon nömrələri verir, mənə istiqamət verir. Bu olan işdir, yalandır, bu böhtandır, kitablarında da var, tarifi ilə, dəqiqəsi ilə. Yəni buna mən çox inanıram və mən onun icazəni mən verdim və o qəbri gözəl bir hava gətirdi. İnşallah bir gələn ayın 15-20 arası kim istəsə mən deyəcəm, o qəbrin açılışına gedəcək. Çox maraqlı bir tədbir olacaq. Fuad mənim bizdə yalnız olacaq, çünki əvvəlcə söz verdi mənə. Həmişə mənimlə olasınız. Mən istəyirəm sözü verək Sona xanıma, Kuboğlu'muza, Görkəmli Filologumuz. Sona xanım, bu gün bu filmə baxdınız, filmdə nə gördünüz, məni sevdiniz, məni istəyirsiniz, bilirəm, çoxdan istəyirsiniz məni. Amma bu filmə olan qarşı sevginizi bildirmək istəyirəm. Həqiqətən, mən özüm də bəy nəslindənəm. Mənim babam Məmməd Bəyyən bütün tarixi kitablarda var. Mən sizi çox alqışlayıram. Film haqqında da çox bəyənildi. Yəni, çox belə yaxşı işlənilib. Başqa qısa danışmaq istəyirəm. Sizə Allahdan can sağlığı arz edirəm. Hər zaman belə gözəl qalasınız, təravət. Minnətdarım, dəvət. O xəstədir boğazı, ses tellərində soğuk deyil. Ona görə onun sözünü, onun yerinə indi Pərvanə xanım danışacaq. Zəfər Yeni İctimai Birliyinin sədridir. Pərvanə xanım da doğrudan həqiqətən mənə vurdu. Sözün əsli mənə vurdu. Mən deyim, özüm, Pərvanə xanım yalan diyor ki, məni çox istəyirsiniz də. Çox. Və hətta mənim üçün yeri gəlmişkən deyir ki, Elmlər Akademiyası İsa Həbib bəyli, İqtisad Universitetində Əbələt Muradlı, Pedagojik Universitetdə deyək, orada da gördünüz, Cəfər Cəfərov. Sonra harada, Milli Məclisdə məni çağırdılar. Hər yerdə mən çox böyük təbriklər elədilər.
təbriklə güllə zadına qarşıladılar və mənim yaradıcılığımı 85 ilini təbrik edədilər. Və onlardan sonra isə Bahar xanım Respublikadılar Cənnəti böyük bir kurs çapasını elədi. Orada da o məni təbrik edildi. Ora ailə komitəsi də gəlmişdi. Orada da agentlik özü ayrıca məni təbrik edib və bu təbriklərə qoşulmaqla qısa müddətdə, yəni 2-3 il belə bir tanışlıq dördü, heç 2 il olmaz bunu tanışlıq. Amma mən özümü Pərvanə xanım orada sevdirdim ki, o da mənim üçün 85 illiyini böyük bir bayram kimi keçirdi. İlk öncə Lara xanım özü təşəkkür edirəm. Həqiqətən də o sevgini hər insan bilə bilir, amma hər kəs sevgi axtarır, hər kəs mərhəmət axtarır, hər kəs hörmət axtarır. Sevgini içində bəsləməlisən ki, onu qarşı tərəfə verə biləsən. Dilarə xanımın olduğu bütün məclisdə, bütün yığıncaqlar belə işıqlı keçir, müsbət enerjili keçir, sevgi dolu keçir. Allah sizi qorusun, Allah sizə can sağlığı versin Dilarə xanım. Həqiqətən də nəslə layiqli davranırsınız. Mən sizinlə fəxr edirəm ki, belə Azərbaycanlı xanımı var və biz gənclərə də həmişə örnək olursunuz. Biz sizdən öyrənirik. Sizsiniz, Bahar xanımdır, həqiqətən. Biz sizdən öyrənirik. Yaxşı mənada, hər tədbirdə, hər görüşdə nəsə yaxşı mənada bir şey uğurlayırıq Dilarə xanımla. Var olsun, həmişə öz xeyir duasını, həmişə öz məsləhəti bizdən əsirgəmir bir böyük kimi. Və mən düşünürəm ki, filmə baxdım, çox bəyəndim Dilarə xanım. Həqiqətən də filmin davamı olmalıdır. Və 98 seriya, mən düşünürəm, valla, bu olmalıdır və nəinki Azərbaycanda bunu dünyada nümayiş etdirmək lazımdır ki, Azərbaycanın belə tarixi gözəl insanları, xeyriyyətçiləri oldu. Və mən istəyərdim ki, 2 kuplet, çox deməyəcəm, özəl olaraq Dilarə xanıma yazdığım qadın şeirini səsləndirmək istəyirəm. Allahın bizlərə əmanətidir, cənnəti bizlərə vəsf edən qadın. Gülüşü aləmə işıq saçandır, cənnəti bizlərə vəsf edən qadın. Baharın ətri var sənin telində, cənnəti bizlərə vəsf edən qadın. Bütün bəşəriyyətin anasısan sən, cənnəti bizlərə vəsf edən qadın. Günəş tək hər yerə işıq saçırsan, cənnəti bizlərə vəsf edən qadın. Ümidsən, diləksən, fədakar qadın, cənnəti bizlərə vəsf edən qadın. Cənnətin əksisən, mələksən qadın, cənnəti bizlərə vəsf edən qadın. Səmada ulduzsan, aysan, günəşsən, cənnəti bizlərə vəsf edən qadın. Öpürəm sizi. Gözəl qadın, yaxşı qılarsınız. Sağ olun. Şeirimiz mənim kitabdan da düşübdür. Cənab Prezidentə vəsf etdiyi şeir. Bizim burada İctimai Fikir jurnalımızın baş redaktoru, bizim əziyyətimizi çəkən bir Mari Xəlizada iştirak edir. Bir dənə onu demək istəyirəm ki, mən öz ifadələrimi 10 kitabı özüm üçün yazmışam. 6 kitab, bu dəqiqə 7-ci kitab üzərində işləyirəm. Sifarişli bir redaktoruyam və xəstəyəm, bir növ xəstəyəm, işin xəstəsiyəm. Və deməli, aydın manyerim var, fikirsi ifadəsi tapılmır. Onun haqqında, deməli, 94-cü ilin şəhidlərindəndir. Onun haqqında böyük bir kitab cürət edir, yazmışam. Həyat yoldaşı mənə dedi ki, Dəyər xanım, siz ancaq siz yaza bilərsiniz. Nəysə öyrənləndirdi mənə və deyəsən alınır inşallah, onu təqdimatına yığacağım sizi, çünki kitab mənim canım ciğərimdir. Və mən o kitabı yazarkən Mirvari xanımla zəyləşdim, bizim bütün məqalələri, o ictimai belə deyəm ki, görsünlər ya, ona görə saxladım sizi, Mirvari xanım. Deməli, həmişə deyir ki, məqalə, birinci mənə zəng edir, sonra xanım sənə ki, məqalə hazırla. Mən də 2-3 məqalə həmişə ona verirəm, çünki 2 aydan bir jurnal çıxır. Və bir günləri bir sifarişli şeir. Yəni, şair o şeiriniz kitabda birinci yer tutacaq. Orada da yanlışlıqlarını həkk eləmişəm. Buyurun söz sizindir. Və siz mütləq həm film varsa, həm də biraz mənə tərifləyirsiniz. Ağamısam Nağıyevin demək olar ki, irsini Ağamısam Nağıyev zirvəsinin partiyi adlandırmaq sizi. Çünki bütün ömrünüzü qəlbinizlə, ruhunuzla, babamızın
bütün yəni, fəaliyyətini əks etdirməklə yanaşı, siz elə bir qəlbə malik, geniş qəlbə malik bir insansınız ki, yalnız Ağa Musa Nağıyev deyil, 11 Bakı milyonçusunun fəaliyyətini, həyat və fəaliyyətini nəsillərə çatdıran bir alimlərinizdənsiniz. Yəni, bu özü böyük bir işdir. Çünki Sovet dönəmində bizim o qədər məlumatımız yox idi. Yalnız xanımın dediyi kimi Zeynalabdin Tağıyevin adını hallandırırlar. Amma Ağa Musa Nağıyev haqqında o qədər bizim məlumatımız o dərəcədə yox idi. Sadəcə filmdən xəsis kimi tanıyırıq. Amma siz Ağa Musa Nağıyevi millətə, xalqı o qədər sevdirdiniz ki, biz nəinki onun xəsis, eləcə də xəsis deyil, sadəcə millətin, xalqın qeyrətini çəkən, vətənpərvər bir milyonçu kimi tanıdıq. Ömrünü bütün millətinə həsr edən xeyirxah bir xeyriyyəçi kimi tanıdıq. Siz bütün ruhən, qəlbən, bütün fəaliyyətiniz Ağa Musa Nağıyevin təbliğatına, təbliğinə həsr edirsiniz. Onu bütün dünyada tanıdırırsınız, bütün millətə, xalqa sevdirirsiniz. Buna görə mən sizə minnətdaram. Bütün redaksiyamız adından sizi həmişə təbrik eləmişik. Bütün bu uğurlarınızla bu dəfə də istəyirəm mən diplomla sizi təbrik edəyəm. Bura baxın. Teşekkür ederim. Həmişə var olun. Yaxşı ki varsınız. Çalışmak lazımdır. Rəsmiyə xanım, söz sizindir, gözəl jurnalistiniz, değerli, gözəl insan, fəal insan, yazıları ilə hamını, maraqlı yazıları ilə hamını həmişə təəccübləndirən. Məni təəccübləndirə bilmirsən, görürsən, onda kitabım var. Şirin yazırsınız, sizə məvfəyyətlər arzulayıram. Filmə baxdınız, biraz film haqqında və mənim haqqında istəyərdim. Çox təşəkkürlər, gözəl aşında, hər dinarında izin var. Bugün biz Bakı milyonumuzu, net milyonumuzu Ağa Musa Nağıyev haqqında geniş söhbətlərə qulaq asdıq. Həmçində sənədli filmdə 98 bina haqqında daha geniş məlumatımız oldu. Həqiqətən də o 98 binanı dikdirdi ki, bugün onun izi qalır. İstərdim Dilarə xanım, tərifə keçin. Sizi bir balaca şeylə doğum gününüzü təbrik edin. Dilarə xanım, arzum budur bu dünyada qəmin olmasın. Qəm dəryasında qəmin olmasın. Keçsin bundan bir ömrün daha mənalı, vaxt dostların bircə günü sizsiz olmasın. Cəmin olur. Həmişə də yazıları ilə hamını maraqlandırır, marağa doğru yönəldir. Bizim sıramızda bilirsiniz ki, biz Zəfəri elə belə Qarabağla 44 gündə bu çəkilər əziyyətlərdən hamı xəbərdardır. Mənim bundan öncəki təqdimatımda ona yaxın şəhid anaları, qazilər iştirak edirlər. Ona görə bu gün onlara əziyyət vermədim. Və ancaq bugün onların timsalında yeganə bir Tərənə xanım var, görücü isimli, onu dəvət elədim. Tərənə xanım Vasifin mamasıdır, Qəzi Vasifimizin mamasıdır. Yadınızdadır ki, 2 il bundan öncə yanvar ayında böyük fəlakət üzürdü, səfirliyə hücum oldu İranda. Həmin o xanım Vasifin anasıdır. İndi daha bağlı olur, 9 saat onun cərrahi əməliyyata keçəndə ana ölür, dirilir 90 dəfə. O sözsüz. Və bugün biz fəxrlə, qürurla Rəna xanımı deyirik ki, nə gözəl oğlumuzun, nə yaxşı ki, Vasif var idi. O 52 dəhşətli, mən yazıda yazdım, özləri də dəhşətə gəldilər ki, oradakı o ab-havanı mən görməmişəm, təsəvvür elədim və yazdım ki, o 52 ailənin elə duaları, orada səsküyləri görün, nələr keçirirdi. Rəna xanımın qəhrəmanımızın babasıdır. Həmişə mənim yanımdadır, dil bölümlərində böyük fəaliyyət göstərir. Sizin işləriniz. Filmə baxdı, çox olsun. Allah sizə verməsin, uğurlarınız olsun inşallah.
həmişə yanındadır. İşi olmadı, atacaq, dövlət işindədir. Amma həmişə gəlir, çox sağ olun. Nərtəvan xanım, Səs qəzetinin baş redaktorudur. Nərtəvan xanımla 2000-ci ildən bəlkə biraz... Çox istəyirəm, Allah Seycan sağlığı versin. 20 il bundan qabaq bizim redaksiyada gəldiniz, yazıda dərsi. Bizim sizin yazmağımızın qəsdi çıxdı. Və həmişə isə baxıb təxir edirəm. Dilarə xanım nə qədər pozitiv insandır, nə qədər gülərüzdür, nə qədər səmimidir. Həmişə mən bunu demişəm. Filmə də baxdığımca xoşum gəldi. Bunlarınız da olsun, Allah sizə can sağlığı versin. Bir də ki, məhkəmiş udmamızı arzulayıram. Ruslar deyir, narod prosit, xayır verirsiniz, gelin. Bundan da artıq yaşayan, bundan da artıq yazan, yaradan üzrə verəcəm. Müəllimimiz Seyda xanıma söz verək, gözəl gecikdiyinə görə üzr istəyir hamımızdan. Doğrudan üzr istəyir, bir irs olub gedirsiniz. Ona görə ki, mənim şagirdlərim indiyə qədər Hacı Zeynalabdin Tağıyev haqqında bilirdilərsə, artıq onlar Ağa Musa Nağıyev haqqında o gün məlumat topladılar. Bir dərsimizi ona həsr etdim və... Kitabı da onlara verərsiniz. Oxusunlar, axarıncı kitabın 10-cu il. Çox sağ olun, təşəkkür edirəm. Şagirdlər bilsinlər. Mənim sinifimdə 40 şagird təhsil alır və birinci mən məlumatı özüm verdim onlara, Ağa Musa haqqında. Bəli, baxdılar, Simic, milyoncu, sonra davamı yavaş-yavaş izlədikcə o qazandığı pulları bir-bir o samavarın içinə atdıqca onlar bilirlər, oy, nə edir yəni. Sonra artıq onun bir dərin mənasını kəşf etdilər sonra. O pulu qazanmaq çətindir, onu xərcləmək, yəni asan olmamalıdır. O pulu xərcləməyin yolları, sonra onun bizə sonda o jurnalisti necə tərbiyə etdiyini göstərdi o filmdə. Yəni bunların hamısı böyük bir, necə deyim, tərbiyəvi bir sənətli film idi. Mən arzu edirəm ki, bu filmi də mənim şagirdlərim izləsin. Və mənim fikrim var ki, bu il, ay nə gözəl, təşəkkür edirəm. Mən nə istəyirəm, siz mənə təqdim edirsiniz. Təşəkkür edirəm. Çox minnətdaram, çox istəyirəm gencik filmə də görə. Mən Pərvanə xanımın vasitəsindən sizi tanıdım. Yəni, mən o qədər, yəni ki, elə bir ki, böyük bir xəzinə kəşf etmişəm. Nə üçün? Ona görə ki, mən şagirdlərimə də artıq təqdim etməyi bacardım və sizin haqqınızda danışdım. Və Pərvanə xanım dərs əsnasında, üzr istəyirəm, Dilarə xanım dərsdə mənə zəng vurdu. Mən onun səsini telefonda açdım, mənim bütün şagirdlərim onu eşitdi. Bəli, bəli, siz onları salamladınız və dediniz ki, mən sizlə mütləq görüşəcəm. Və inşallah onlar sizlə görüşü gözləyir. Bu il 4-cü sinif ikiniz, Dilarə xanım. Biz tədbirimizi Ağa Musa Nağıyevə həsr etmək istəyirik. İcazə versəniz. Mən də iştirak edirəm. İcazə versəniz. Bana xanımda mən olur. Çox sağ olun, minnətdaram. Bu gözəl işdə, bu dərin işdə sizə uğurlar arzulayıram. Yaxşı ki varsınız, yaxşı ki bizə gözəl milyonçuluq tanıtdınız və onu onsuz da tanıyırlar, amma maariflənmə azdır. Bunu daha genişləndirdiniz. Təşəkkür edirəm sizə. Sağ olun. Mənim əlimdən tutub, onu benim əlimdən gəzdirən piləkanlardan düşən Nəsibə xanım idi. Direktorları Aygün xanım, Atatla anası rəhmətə gedir. Dilarə xanım, mən daltonikam, rəng tanımıram, rəng. Siz də bildiyiniz yaşlı köynəkli xanım. Hansıdır? Mən rəngi tanımıram, çox deməkdir. Sonra. Nəsibə xanım orada öz sözünü dedi, təşəkkür edirəm. Sən özünüzü təqdim ediniz. Mən Sevil Aslan'da London Azərbaycan Qadınlar Qrupunun üzərində Londondan gəlmişəm. Burada xanımların bir forum keçirildi. Türk dilli xanımların və ikisi, üçü dilimiz burada Xəzər Universitetində orada dəvətliydim. Və ondan sonra da Bakıda elə bir şeydir ki, mən buradan yəni ki, qırılıb gedə bilmirəm. Hər dəfə bir şey olur. Neysə, 22 ildən artıqdır ki, orada yaşayıram. Burada İnşaat İnstitutunda xarici tələbələrlə
sizə o ömrü mənə elə gəlir ki, Allah verir ki, siz həqiqətən də Ağamsan babanızı tanıdasınız və onun elədiyi o əməlləri hər kəsə çatdırasınız. Mən özüm faklı olaraq belə şeylərlə çox belə maraqlanıram da, sevirəm də. Təkcə Bakılıqla yox, Azərbaycanlı xanımız, amma o bir başqa bir hissdir. Və doğrudan da onun atam sözünü mən də yadımda qalıb, onun sözüdür məncə. Atam, yəni onların savadsız olmağına baxmayaraq, onların kasıb olmaqlarına baxmayaraq, onların gördükləri iş, mecenatlarımızın gördükləri, o dövrdə gördükləri işi, yəni ona qiymətsizdir bir sözdür. Yəni onu qiymətləndirmək, yəni adlandırmaq belə ola bilər. Onun da siminç deyilməyinə bağlı mən heç 98 bina tikən adamı necə siminç demək olar, necə xəsib demək olar, bu mümkün olan şey deyil. Onların yəqin ki, aralarında tağıyla zarafatları olub, yəqin ki, onlar belə bir söhbət deyirlər. Amma hər dəfədə hər şey deyirlər, bütün Azərbaycan üçün, Bakı üçün çox işlər gördülər. Sizin də gördüyünüz işlər həqiqətən də çox layiqli işlərdir. Bu qədər arşivlərdə oturub, onları tapıb ərsəyə çıxartmaq özü bir işdir. Çox sağ olun, təşəkkür edirəm. Mən də burada Şəlalet xanım dəvət elədi və ona minnətdarlığımı bildirirəm. Təşəkkür edirəm. Çox gözəl alındı ki, mən də buradayım, sizin deyək. Çox sağ olun. Əsilsiz, amma savadsız başqa şeydir. İnsan doğulanda savadlı olur. İnsan doğulanda savadlı doğulur, bilikli doğulur. Amma əlavə olaraq təhsil alırıq və elmi bizim biliyimiz artır. Bu milyonçuların hamısı savadlıdır. Bağırmanı su geldi mənim yerimə, çəkilmiyonu o dövrdə hamımız seviyor, hamımız rəcətimiz var. Fərqanə xanım oxuyacaq. Bir dəqiqə. Çox sağ olun. Şagirdlərimiz o vaxtda canım biz Ağamusa Nağıyev tanımırdı. Şagirdlərimiz də tanımırdı. Gimnaziyanın şagirdləri və 2 dəfə Dilarə xanım bizdə qonaq oldu. Uşaqlar təqdimat elədilər. Gözəl təqdimatlar elədilər. Dilarə xanım özü ki, Ayşə xanım, mən heç biri qəbul edəməmişdim. Uşaqlar bir qəbul edilər Dilarə xanım və sevdilər. Mən də bu cəmiyyətə gələndən sonra Dilarə xanımı tanıdım və sevdim. Sizi çox sevdik Dilarə xanım. Sizinlə qürur duyuruq. Sizinlə doğrudan da sizi çox sevirik. Siz bizim başımızın tacısınız deyək. Qadınlar sizdən dəstək alır, sizdən güc alırlar. Biz sizə baxırıq, həmişə deyirik ki, pozitiv olaq. Bu dünyada pozitiv olmalı. Sizə uğurlar arzular. Bundan sonra daha gözəl o təqdimatlar etmək. Hər bir təqdimatınızda otururam, bir təqdimatınızda ola bilir. Həmişə müzədə hesablayın. Çünki hər dəfə icazə almaq olmur bəsə. Amma yenə də sizə deyirəm, öpürəm sizi, bağrıma basıram və gözəl günlər arzulayıram. Ağrılar keçirdik, yalnız sən azarkeşlik edirdik ki, 2-ci dünyada yaşayırsan, onunla səni təbrik edirəm. Çox sağ ol. Sonra xanım bizə qida məhsulları nazirlikdə işləyir. Mənim oğlumun budası ilə Mehriban xanımla bir yerdə işləyirlər, həmkarlar. Mehriban xanım tərifləyir, mənim Sona xanımla görə, Sona xanım tərifləyir, qaytarır Mehriban xanım. Biz ikisinin məhəbbətini biz bir müraciət qəbul eləmişik. Filmə baxandan sonra, baxın, Sona xanım səsləndirsin. Olması, İctimai Birliyinin Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə çəkilmiş Zamanı Asan İrs sənədli filminin təqdimatını yapmışdır. Video şahı. Film layihəyə rəhbəri Dilarə Ağayeva Musa Nağıyevanın yaradıcılığının 35, anadan olmasının 85 ilindən həsr. Filmdə millət vəkilləri Jalə xanım Əliyeva və Fazil Mustafa, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Aynur Poluxova, eləcə də Dilarə Ağamusa ilə sıx əlaqədə olub, onun həyata keçirdiklərinin canlı şahidi olan Biologiya elmləri doktoru Yeganə xanım Mahmudova, Azərbaycan Qadınları Respublika Cəmiyyəti İctimai Birliyinin sədri Bahar xanım Qasımova və qızı Bakı şəhər Halqası Əməliyyat Şirkətinin koordinatoru Könül Muxtarova öz sözünü demişdir.
Filmdə Nağıyevlər nəslinin ayrılmaz parçası olaraq zəhmətkeş Dilarə Ağamusanın dövlətinə, xalqına olan sevgisi aşılanır, yazdığı kitablarla keçmişimizi bir də yaşadır, sanki o dövrə qaytarır bizi. Dilarə Ağamusan Nağıyeva, milyonçu, xeyriyyətçi Ağamusan Nağıyevin nəvəsi olmaqla ömrünün 35 ilini babasının tədqiqatına həsr edibdir. Tarixi üzrə təcrübə doktoru, prezident təqaüdçüsü, Tərəqqi medalı, Humay mükafatçısı, Ankara Uluslararası Akademiyasının Qızıl Altun medalı və ilin xeyriyyətçi qadını mükafatçısı, Zadəganlar Məclisinin üzvü, Qızıl Qələm mükafatçısıdır. Musa Nağıyev haqqında illərlə topladığı faktlar və xatirələr əsasında 10 kitab yazıb, 7 sənədli filmin layihələri. Dilarə Ağamusan apardığı tədqiqatların nəticəsində Ağamusan Nağıyeva ikinci həyatı yaşadı. 98 bina sahibi olan xeyriyyətçiliyinin sədaları Türkiyədən, Rusiyadan, Sankt-Peterburqdan gələn Ağamusan Nağıyevin məzarının üstündən büstünün ucalmasına nail. Bu sahədəki fəaliyyətinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və eləcə də birinci vitse-prezidentin xanımı Mehriban Əliyevanın diqqət və qayğısına qazanmışdır. Diqqətiniz üçün təşəkkür ederim. Vəziyyət yaxşıdır. Çox sağ olun. Çox sağ olun. Sola xanım, çox sağ olun. Təşəkkür edirəm. Olursa Sola xanıma da bir söz verir. Sonra orada o qədər danışır, ona görə bir bəlkə görünürsən Sola xanım. Ona görə Samiri oxutdurdum. Dilarə xanım, yanınızda danışımda izin verin. Bizim bilmədiyimiz çox şeylər var. Dilarə, yəni sizin bilmədiyiniz. Dilarə xanım Türkiyədə də çox tanınmış bir insandır, bir xanımdır, bir ziyalımızdır. Və indi baxıram ki, Dilarə xanımın orada Oscar mükafatı aldığını niyə demədi? Orada yazılmamışdı. Sola xanım məni aparıb oraya. Dilarə xanımın xeyriyyətçiliyi ilə Musa Nağıyevlə birlikdə 5-ci filmi orada təqdim olundu. Zakir Kaya tərəfindən, Kaya Xəbər Ajansı. O ajans TV120 televiziya kanalının ajansıdır. Dilarə xanım o Dilarə xanımdır və siz oradan böyük ödüllə qayıtdınız. Sizi orada şəxsən dəvət eləmişdilər. Və orada sizin filminiz nümayiş olundu. Və bu yaxınlarda biz Avrasiya Sanat Kultur Ədəbiyyat Federasyonu tərəfindən getmişdik Antalya'ya. Dilarə xanım orada xüsusən təqdim olundu. Kəmər Bələdiyyə Başqanının imzasından təşəkkür bölgəsi təqdim olundu. Və Avrasiya Sanat Kultur Ədəbiyyat Federasyonunun Dilarə xanım üçün 10 nəfərə verilən, yəni Azərbaycanda 10 nəfərə veriləcək və Türkiyədə 10 nəfərə veriləcək medalı verildi. Və biz onu Türkiyədə qoyub gəlmişik, bir təqdimatın birində biz onu təqdim edəcəyik. Dilarə xanım, gözəl nərcik yoldasınız. Ən gözəl yolda, ən nərcik yolda Azərbaycanın tarixini üzə çıxardıq, Azərbaycan tarixini bütün dünyaya yaymaq, bu bilirsiniz nə gözəl bir addımdır. Çox gözəl bir addımdır. Mən sizi münasibətinizlə də təbrik edirəm. Bayaqları o qədər özümü itirdim ki, Samir danışırdı, amma mən gülər anda danışmalıydım. Həyəcanlandım. Təşəkkür ederim. Sizə çox minnətdarım, mən sizi çox istəyirəm, mən sizi bu müddətlə tanıyıram. Və sən bizim federasyonun önündəsiz, başdasız, tanınan, seçilən, sevilən xanımsınız. Sizə Askif Avrasiya Sanat Kultur Ədəbiyyat Federasyonunun başqanı Savaş Ünal biləndə ki, mən buraya gəldim. Sola xanım mənim salamlarımı çatdırarsınız. Təşəkkür ederim. Eşq olsun Türkiyə. Kaya Xəbər Ajansının onlar sizə salam göndərir. Və mən bu gün işdən çıxan zaman, o gün gələ bilmədiyim üçün yenidən işdən çıxanda bu dəfə bir əziyyətiyə keçərli dedim ki, mən nədən buraxmırsınız? Bilirsiniz kimin tədbirinə gedirəm? Dilarə Nağıyevin tədbirinə gedirəm. Amma bu dəfə də getməsəm Dilarə xanım, çox ədalı xanımdır, məndən küsəcəkdir. Və
Doğrudan da hemen sokar sizi, beni bıraktı size göre. Daha sizin adınızdan istifadə edeceğim. Təbrik ederim. Teşekkür ederim. Teşekkür ederim her şey için. Siz de memnun olsun. O filmde hamınız memnun ürəyindəsiz. Çünki əgər yazıb yaradırsanızsa, sizlər sevinirlər, deməli yaşamağa dəyər. Mən bundan sonra da qələmlə hələ gəlimdən yerə qoymuram. Sonra xanım demişkən, o tərtiflərim də irəlidir. Çalışacağım ki, səhhətimlə əlaqədar olmasa, sizlərlə olun. Və bir qeyri-adi gözləmək istəyirəm ki, bu boyda hündürlükdə binada biz birbirimizi necə eşidirdik? Akustikasına baxın, divarların, eyvanı, hündürlüyün, otaqların, zalların, bu sütunlar mənə bayaqdan baxıram, mən bəlkəm siz məni yerimə düşünə bilməzsiniz o düşüncələri. Amma mən nələr çəkdim və qəhrəmanam ki, mən bu tədbiri apara bildim. Çünki çox duyğular məni duyğulandırdı. Filmdə də dedim, bəlkə orada başa düşmədiniz. Elşanın anası mənim böyük bacım olub. Onun əlindən atam tutub, İsmailiyyənin qabağını, akademiyanın qabağından keçərkən deyir ki, Solmaz, sən o tərəfə bax, sağ tərəfə, sol tərəfdən gedirsən ki, sən bir bax, bu bina mənim atam tikdirib. Yəni, ixtiyarı yox idi kişinin ki, qaldırıb əli ilə də göstərsin ora. Halbuki o akademiyada çox bir 3-4 prezident, rəyasət heyətinin prezidenti dəyişdi və bugün İsa Hərimlidir. Hamısı rəhmətə gedənlər və yaxud qalanlar və İsa Hərimliyə Allah sağlam versin ki, mən bu gün akademiyaya üzü açıq girirəm. İstədiyim otaqları aparıram, yanındakiləri da heyrətə sala bilirəm. Bu mənim üçün böyük qələbədir, amma bunun üçün mən unutmayın ki, 50 yaşından 85 yaşına qədər 12 santimetr qablıqla gezmişəm, divarları yarmışam, sökmüşəm. Qapılardan məni bırax, mən də pəncərələrdən girmişəm. Amma istədiyimə nail olmuşam. Çünki əgər mən üz teatrı deyəndə çoxsu bilmir, buranı tanımadığınız kimi, üz teatrında çoxsu tanımır, amma üz teatrı Sokarda, Azərdə, Muğam teatrından, Muğam mərkəzindən üzbəyüz üz teatrıdır. O da mənim babamın tikilisidir və bugün mən fəxr edirəm ki, mən oranı Nərgiz Paşayevə, Nərgiz xanımı tikdiribdi, orada baş direktordur. Amma mən fəxr edirəm ki, o bina bütün sökülürdü. Onun fasadının dışarı rəqam saxlanmasında mən böyük qəhrəmanlıq edirəm. 9 dana telegram vurmuşdum prezidentə ki, binanı sökülürlər, qoyulmuyor. Ne qoymadılar. Fasad saxlanıldı, mən düşünürəm ki, bu elə bəsdir. Arxası köynə bina edir, mən başqa söhbət olunmaz. Köynə bina edir, söküləsiydi. Amma onun əvvəlini mən baxırdım, bu Şirvan şahlara oxşuyur. İndi gedəndə mənim gözümdə ora baxarsınız. Görün, nə gözəl binadır, o qədər gözəl, içərisi də gözəldir, müasir tipli. Amma orada Musa Nağır nələr edir, mənim 6-cı kitabımda var. Oradan bir 4 səhifələ yazmışam ki, orada nə işlər görür, nələr edirdi. Və oran sahəsi və gəliri, illik gəlirinə qədər mən onu göstərmişəm ki, 3 milyon nə qədər illik gəliri var idi hər binanın. Bu binada da otel tikib, yığıncaqlar üçün tikildi, xəstəxanalar tikildi. Lukoil Nova Evropa olub, məhkəmə ekspertizləri İstoriya mehmanxanası olub. Mən orada gedəndə mərkəzin məhkəmənin ekspertizası çıxırdı. Buyurun sizin binada nə xoş bu sözləri eşitmək. Əlbəttə onunla mənə bu bina bağışlamırlar, amma deməli mən nə isə etmişim tarix üçün. Tarix üçün yaşayıram. Və qeyd edəcəkdim ki, zəfərimizin 31-i 7 gündən sonra biz qələbə çağırır. 5 gündən sonra. 5-ci. Ne üçün 5? 5-ci bilirəm, onu bilirəm. 800, gülüc çaşdırıldı. 8 gündən sonra biz 5-liyimizi qeyd edəcəyik. Zəfərimiz mübarək olsun. Cənab Prezidentimiz Allah can sağlığı versin. Orada dedim, onun qarşısı, Mehriban xanımın qarşısı, hətta Mehriban xanımın qarşısı mənim üzərimdən əsik olunur. Və sizləri bir də salamlayıram və sizə bir nəfər çox gözəl insanı təqdim edəmək istəyirəm. Deyirlər, aşın qazmağı vaxt ləzzətli olur, ellər mənim. Mən ona görə sizi
saxladım ki, bizim xüsusi kameramanımız var, yəni könüllü olaraq professorumuz Eldar müəllim həmişə mənimlədir, mənim yanımdadır. Bir telefon, hətta mənim yanıma gələndə deyir ki, 12-də harası gelməm, 11-dən o məni gözləyir ki, təşəkkür edirəm Eldar müəllim, bu hörmətinize görə, qazandığım hörmətə görə mən təşəkkür edirəm. Deməli, mən yaşlar insanım. Eyni iş görürük. Siz də məni çox istəyirsiniz, Seyran müəllimlə belə çox istəyirsiniz. Ona görə demək istəyirəm, yeni şeir verməlidir Seyran müəllim bizə, yəni Dilara'ya həsəl edəcəksiniz. Xüsusi təşəkkürüm Fuad müəllimə. Bugün mən vicdanım haqqı qərar almışım ki, Fuad müəllimin dərs alanlar ki, pozacaq. Çünki harada getdik, bir dəqiqə. Harada getdik. Mən oradan Fuad müəllimi belə rəqəbər məclislərdə görürüm. Mən 6-7 dəfə mən onu çağırmışam. Nəsə, çox istədikdən görürüm. Çox istədikdən 100%. Bugün gəlişinizlə məni sevindirdiniz Fuad müəllim. Siz dəyərli insansınız, dəyərli nəslin nümayəndəsiniz bu həyatda ödələrsiniz. Həyat yoldaşı da Üstə xanım, Əziz Bəyqanın qızıdır, bəli, düzdür sözü. Ola bilərmi? Çox təvəzzülkardır, çox savadlıdır. Bax, onun sizin yanınızda, Bahar xanımın yanında, bir balaca mən danışanda Şahzə xanım, sizin yanınızda biraz ehtiyat edirəm. Bu bəlkə mən elə demələm, birdən cümlə bulmuşlarımda. Amma baxırım, öyrənmişəm sizlərdən deyilsə. Onu da dedim ki, kitablarını Bahar xanım biraz çoxsunu verirəm, oxuyur, rəvətlə verir, arada gedilməsə çoxsunu da gedməyəndə də o oxuyur. Həmişə deyir ki, Lər xanım çox tərəfkardır. Və mən bu üstündə olduğuna görə, düz yaddan çıxarmışam bu üstündə. İndi aləmiz atmışam bir-birini. Hər bu üstündə anlatılır. Ona görə biraz çətinliyim olur. Amma özümə həmişə güvənirəm və sonsuz, Sona xanım özümdə olur həmişə. Çox sağ olun, öpürəm sizi. Nə yaxşı ki, siz varsınız, nə yaxşı ki, sizlər mənə nəfəs verirsiniz. Mən cəmaat gedir, martdan pul götürmüş ipoteka. Mən ömür götürmüşəm, 15 il ömür götürmüşəm ipoteka, bankdan. İndi istəyirəm, bir nə demək istəyirəm. Korkun elə korkun. Bahar xanım. Bir də nə istəyirəm, bir dəqiqə var xanım. Bir an son söz Fuad mənimdədir. Bir də mən bura gələndə vicdanıma and olsun. Dedim ki, bir dənə tort istəyirdim götürməyə. Nəsə ürəkləmədim ki, rəsmini axı bura. Elə istəyirdim ki, filminin tortu olsun. Tort gətirim mənə Sona xanım. İndi onun bir yığışar, bir dənə yaxşı şəkil çəkdirək kütüb, hə? Kameraman. Sizdən kütüb çəkək. Ondan sonra tortumuzu kəsək. Gəlin bura hamımız gəlin. Hə, Fuad mənim son sözü. Buyurun. Kesək sonra, bir dəqiq. Buyurun. Mən vaxtınızı çox almayacağım. İki kəlmə demək istəyərəm. Mən dostlarıma həmişə nəyəsə arzulayanda, onların arasında mütləq birincisi olur can sağlığı. İkincisi olur odur ki, hər günləri sevinclə dolu olsun və hər günləri mümkün qədər bayrama çevirsin. Mən hesab edirəm ki, bugünkü gözəl gün və balaca, böyük deyə bilmərəm, amma bir bayramdır və Azərbaycan mədəniyyət tarixində bir səhvədir, şəksizdir. Mən bir şey deyib, diqqətinizi cəlb etmək istəyirəm. Bir kulturoloji sizə ibrət deyil. Günlərin bir günündə bir qadın gedirmiş, görür bir balaca dükkan. Girir içəri, əstağfurullah, görür ki, satıcının özü ilahidir. Deyir, ilahi, bu sənsən? İlahi gülümsəyərək deyir, bəli, bu mənəm. Deyir, axı sənin tükanında nə almaq olar? Bu deyir, yenə də ürəyim nə istəyir? Hər şey. Bu başlayır, mənə qızıl, mənə brilyant, mənə onu, bunu. Bu gülümsəyir, ilahi keçir arxa otağa. Bir dəqiqədən sonra çıxır, bu qadının qarşısında balaca bir karton kutu qoyur. Bu çox pərişan olur. Deyir, elə bu, yenə də ilahi gülümsəyərək deyir, bəli, məyər sən bilmirdin ki, ha, mənim dükanımda ancaq toxumlar satılır, görünür
nə qədər dərin məna. İndi mən ona gəlirəm ki, rəhmətli Musa Nağıyev da bizim gözəl dostumuz, gözəl bu xanım Dilara xanım Nağıyeva da həm bunların o toxumları gözəl olur. Yəni bu genetik bir xətlidə kulturoloji nöqtedə. Həm öz əməkləri, öz zəhmətləri, verdikləri töhfə. Ona görə belə bir gözəl nəticələr alır. Biz sizi təbrik edirik ürəkdən. Hər ikisi də iki qalar, sizdə ikisi də var. Teşekkür ederim. Bunu götürün. Götürün. Suyla mı sofra? O mu sofralar? Şerba biraz çarpaya, biraz. Biraz siz de kalın. Biraz arkaya durun. Bu arada. Ama hamamın sevdiği bir şeyden bir ben diyeceğim Dilara Hanım. Ey əzəli can ilə cananımız, eşq-i ruhundur əbədi şanımız. Can necə tərk eyləsin, ey can səni, çünki canın canısan, ey can. Canlısın, devam edeyim, ben böyle de devam edeyim. Qarabağ Azərbaycandır lider şərəsi. Bahar xanım Azərbaycandır lider şərəsi. Mən çox qarşıydım. Bahar xanım bir də Fərəndə xanım. Gəl bura. Siz də deyəm. Gəl bura. Bura gəl. Bahar gəl. Sen bura gəl. Çok Fuat benim. Bu benim. Fuat benim. Bu turşu sizde. Ben de koymayayım. Sona hanım. Bir de sen. Mübarek olsun. Mübarek olsun. Mübarek olsun. Allah arzularımızı yerine getirsin. Hemeşe biz. Bir de gelin. Söz verilen bir 8. filmi bu yakında çekeceğiz. İnşallah. Sağ olun, teşekkür ederim. Maşallah. Sağ olun, ne güzel. Her zaman buyurun. Her şey. Her zaman. Canım. Oraya bak. Sonunda ben bir hükümet teşkilatlarına destek olan agentliğe teşekkürümü bildirirəm ki, bu video çarpının ərsəyə gəlməsində zamana aşan bir video çarpının ərsəyə gəlməsində mənə destek oldular və film bu günləri hamının xoşuna gəlirsə, deməli, mən həyatda nə hiss edəmişəm, tarifi yaratmışam. Teşekkür ediyorum. Çok var olun. Sağ olun, çok sağ olun. Sağ olun.